Seher Saatı. Sabahınız xeyir değerli dostlar, değerli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Metin təqdimatında Səhər Saatı proqramını dinləyirsiniz. Bizi eləcə izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan canlı CBC FM Azərbaycan yazmaqla bugün uşaqların əmək hüquqlarından danışacağıq. 15-18 yaşlı uşaqlar, gənclər belə deyək, onlar çalışa bilərlərmi? Elə bu istiqamətdə Dövlət Əmək Müvəkkilliyi Xidmətinin əməkdaşı Səlimə Quliyeva qonağımızdır. Sabahınız xeyir. Sabahınız xeyir. Necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Uşaqlar işləyə bilər Səlimə. Bəli, işləyə bilər. Azərbaycan qanunvericiliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və Əmək Məcəlləsinə əsasən 15 yaşından 18 yaşına dək olan uşaqlar və siz dediyiniz kimi gənclər işlərin görülməsinə cəlb edilə bilər. Hansı hallarda, yəni qanun icazə verir ki, 15 yaşında bir uşaq gəlsin işləsin? Bəzən görürsünüz ki, sosial şəbəkələrdə paylaşırlar ki, az yaşlıdır, misal üçün kələm satır, meyvə tərəvəz satır. Altdan da yazırlar ki, hara baxır bu dövlət, hara baxırlar belə bu qurumlar, niyə uşaqlar işlədirlər, sən oxuyan yaşında. Yəni bu cür yanaşmalar var. Qanun buna icazə verirmi? Qanun 15 yaşından 18 yaşına dək olan şəxslərin işləməsinə yalnız onlardan valideynlərindən, qəyyumlarından birinin və yaxud onları əvəz edən şəxsin yazılı razılığı ilə icazə verir. Hazırda əmək müqavilələri elektron formada bağlanılır və elektron portala daxil olunur əmasa, əmək və məşğulluq alt sisteminə. Hal-hazırda belə bir məhdudiyyət belə mövcuddur ki, az yaşlılarla əmək müqaviləsi bağlanan zaman valideynlərindən birinin razılığı elektron sistemə əlavə olunmalıdır. Yalnız bu halda. Bəli, yalnız bu halda işləməsinə icazə verilir. Bəzən görürsünüz ki, o bayaqda qeyd elədim, əmək müqaviləsi indi olmur deyək ki, uşaq da məhəlləyə düşür, burada birinci mərtəbədədir, ya geyim satır, ya belə eləyir. Yəni bu hallar ola bilərmi? Yoxsa ki, mütləq şəkildə müqavilə imzalanmalıdır? Təbii ki, bütün hallarda əmək münasibətləri əmək müqaviləsi ilə tənzimlənməlidir. Əmək müqaviləsi bağlanmadan işçilərin, şəxslərin, işlərin görülməsinə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır. İşə götürən həm vəzifəli şəxs, həm hüquqi şəxs cərimə oluna bilər. Bu səbəbdən mütləq şəkildə müqavilə olmalıdır. İstər az yaşlılarla, istər yetkinlik yaşına çatmış şəxslərlə. Yəni fərqi yoxdur, qonşunun uşağıdır, dostumun oğludur, filan kəsdir, heç nə olmaz. Yəni bununla bağlı. Bir də uşaqların fiziki və psixoloji inkişafına zərər verə biləcək hansı növ işlərdə çalışması qadağan olunur? Bu da Əmək Məcəlləsində geniş formada təsbit olunub. Eyni zamanda Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyada da öz əksini tapmışdı. Belə ki, 15-18 yaşlı şəxslərin onların sağlamlığına təhlükə törədən ağır zərərli işlərdir. Onların mənəviyyatına təsir göstərə biləsi, belə deyək, psixotrop maddələrin, narkotik vasitələrin dövriyyəsidir, spirtli içkilərin istehsalı dövriyyəsi, həmçinin gecə klubları deyə bilərik, yeraltı şaxtalar deyə bilərik. Yəni burada təkcə fiziki ağır işdən söhbət getmir, mənəviyyatına təhlükə törədən işlərdən də söhbət gedir. Bu kateqoriyadan olan işləri cəlb edilməsi qəti qadağandır. Qəti qadağan. Bu ağır və zərərli işlər dedik. Yəni ağır işlər deyəndə biz misal üçün tikintini nəzərdə tuta bilərikmi? Təbii ki, tikintidir, yeraltı şaxtalardır, tunellərdir, ağır yüklərin qaldırılması nəzərdə tutulan işlərdir. Amma bu dəqiqə ən rahat da tapılan onlardır. Təbii ki, belə deyək, işçi qüvvəsi tələb olunan sahədir bütün dövrlərdə. Amma dediyim kimi bu kateqoriyadan işlərə az yaşlıların cəlb olunması İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır. Ümumiyyətlə monitorinqlər yəqin ki aparırsınız, daim reydlər keçirirsiniz. Sahibkarlıq sahəsində hal-hazırki dövrdə yoxlamalar dayandırıldığından yerində yoxlama aparmırıq, lakin Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq formasında işlərimiz davam edir. Belə ki, Daxili İşlər Nazirliyi mütəmadi olaraq reydlər keçirir və az yaşlıların işlərin görülməsinə cəlb edilməsi halları ilə bağlı toplanmış materialları Əmək Müfəttişliyi Xidmətinə göndərir və bu sənədlərə əsaslanaraq tərəfimizdən icraat aparılır. Bu tərəfimizdən icraat aparılır deyəndə hansı cəza tədbirləri görülür və yaxud da hansı tədbirlər heç cəza olmasın da, hansı cərimələrmi, yoxsa hansı formada bir tədbir görürsünüz? Qeyd etdiyim kimi İnzibati Xətalar Məcəlləsi ilə icraat aparılır və burada 192.8-ci maddə ilə
ilkin olaraq qeyd edə bilərik ki, işə götürən 15 yaşınadək şəxsi işin görülməsinə cəlb edirsə, vəzifəli şəxs 1000 manatdan 1500 manatadək, hüquqi şəxs 3000 manatdan 5000 manatadək cərimə olunur. Digər o hal 192.9-cu maddədədir. Belə ki, işə götürən qeyd etdiyimiz yaş aralığında olan işçiləri onların sağlamlığına və mənəviyyatına mənfi təsir göstərən işlərə cəlb edirsə, vəzifəli şəxs olduqda 3000 manatdan 4000 manatadək, hüquqi şəxs olduqda 10.000 manatdan 13.000 manatadək məbləğdə cərimə olunurlar. Kifayət qədər yüksək məbləğlərdir. Kifayət qədər yüksək məbləğdir. Ümumiyyətlə maraqlıdır ki, biz indi böyüklər 18-dən yuxarı yaşda olanlar 8 saat, 9 saat işləyir, bəzən hətta çox işləyir. Amma uşaqlar necə? Uşaqların əmək hüquqlarında onlar üçün əlavə imtiyazlar nəzərdə tutulub. Dediyiniz kimi onların iş saatlarında, həmçinin məzuniyyət hüquqlarında, gecə vaxtı görülən işləri cəlb edilmələri ilə bağlı. Belə ki, iş saatlarına toxunsaq, 15 yaşından 16 yaşınadək olan şəxs həftəlik 24 saatdan artıq olmamaqla işləyə bilər. Gündəlik, bəli, 6 günlük iş həftəsi isə 4 saat. 16 yaşından 18 yaşınadək olan işçilər isə həftəyə 36 saat işləyə bilər. Bu normadan artıq işləri görülməsinə cəlb edilməkləri artıq pozuntu halıdır. Bəlkə özü istəyir. Siz bilirəm ki, siz də elə çalışmısınız, mən də elə çalışmışam. Necə elə? Yəni maksimum dərəcədə həvəslə ki, məni işə götürsünlər. Prinsipi. Məcəllə belə deyək, bu formada nəzərdə tutur ki, onların əmək vərdişləri hələ yeni formalaşmağa başlayır və istəməz onların daha artıq saatlarda işləməkləri təhsillərinə maneəçilik törədəcək. Ona görə məcəllə qəti formada qadağan edir. Digər bir maddədə də qeyd olunur ki, onların gecə vaxtı görülən işlərə, iş vaxtından artıq işlərə, sizin dediyiniz hissədir, cəlb edilməsi qəti qadağandır. Bayram günləri, istirahət günləri, işlərə cəlb edilməkləri bütün hallarda yol verilməzdir. Bəs onların tibbi müayinələri olsun və digər imtiyazları olsun, yəni normal digər əməkdaşlardakı kimi eyni olmalıdır, düzdür, yoxsa necə? Xeyr, onlarda yenə burada da əlavə bəli imtiyaz var. Bu tibbi arayışla, tibbi müayinə ilə bağlı bildirmək istəyirəm ki, işə götürən 18 yaşınadək işçini hər il öz vəsait hesabına tibbi müayinədən keçirtməlidir. Öz vəsait? Bəli, işə götürənin vəsait hesabına hər il tibbi müayinədən keçməlidir və daha sonra işinə davam edə bilər. Məzuniyyət hüququnda da yenə 16 yaşınadək olan işçilər normalda məsəl üçün belə deyək, ixtisassız işçi 21 gün məzuniyyət hüququndan istifadə edir, digər mütəxəssislər 30 gün, lakin 16 yaşınadək olan işçi vəzifəsindən asılı olmayaraq 42 gün məzuniyyət hüququndan istifadə edir. Bəli. 16 yaşından 18 yaşınadək olan işçi isə 35 gün. Çox möhtəşəmdir. Məncə işləməyə dəyər ki, məhz bu məzuniyyəti götürmək olsun. Maraqlı tərəfi siz nədir? Siz dediniz ki, işə götürən öz büdcəsi hesabına bunu eləyir, o tibbi müayinələri. Bəzən görürsünüz də, indi hansısa formada özü eləyir, amma onun orada maaşından kəsir. Bu zaman həmən işçi nə etməlidir, kimə deməlidir, kimə şikayətini bildirməlidir? Bəzən fikirləşir ki, 150-200 manata görə gedib şikayət edəcəm. Aylıq 600 manatımdan da olacam. Misal üçün 700 manatımdan da, 500 manatımdan da olacam. İşimdən olacam. Yəni, bu formada nə etməlidir bu işçi ki, nə şansın, nə kar? Qeyd olunan hal yenə də işçinin əmək hüququnun pozulmasıdır ki, qanun deyir ki, işə götürən vəsait hesabına ödənməlidir. Bu formada ödəyib daha sonra işçinin əmək haqqısına həmin məbləği tutmaq yenə onun bəli hesabına tibbi müayinədən keçmək kimidir ki, yəni vətəndaş işçi öz vəsait hesabına tibbi müayinədən keçir, amma qanun bir mənalı deyir ki, işə götürən vəsait hesabına olmalıdır. Bu halda əgər onun əmək haqqısına əlavə pul tutulursa, bu yenə də İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır. 192.4-cü maddə ilə əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanunvericiliyin tələbinin pozulması halıdır. Bu zamanda yenə cərimə sanksiyası tətbiq olunur. Yəni ən az işə götürən fikirləşməlidir ki, misal üçün 400-500 manata görə mən bir 5-6 min ziyana düşməyim. Yəni mən də düşünürəm ki, əslində elə olmalıdır. Bir də uşaq əmək hüquqları ilə bağlı cəmiyyətin, xüsusən də valideynlərin və işə götürənlərin məlumatlandırılması
yaradılması ilə bağlı hansı maarifləndirmə və təbliğat işləri aparılır sizin qurum tərəfindən? Mütəmadi olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti istər mətbuatda, istər sosial şəbəkələr üzərindən maarifləndirmə tədbirləri həyata keçirir. Mütəmadi olaraq işə götürənlərlə görüşlər keçiririk. Onlara pozulması, belə deyək, daha çox pozulan əmək hüquqları barədə məlumatlar veririk. Əmək qanunvericiliyinin tələblərini izah edirik. Eyni zamanda məktəblərdə maarifləndirmə tədbirləri həyata keçiririk. Məktəblərdə keçirilən maarifləndirmə tədbirləri nəticəsində həm uşaqlar özləri maariflənmiş olur, əmək hüquqlarını bilmiş olur. Eyni zamanda məktəbin belə deyə tədris verən heyəti də müəyyən qədər maariflənir ki, sabah onun təhsil verdiyi hansısa bir şagirdin hansısa bir hüququ pozulanda artıq o da müəyyən bir istiqamət vermiş olur. Valideynlər də həmçinin bu məsələdə əsas üzərinə məsuliyyət düşən təbəqə valideynlərdir. Müəyyən maliyyə sıxıntıları üzündən uşaqlar işlərə cəlb olunur və bunu təbii ki dövlətlə bərabər valideyn də qayğısına qalmalıdır və müəyyən qədər məhdudiyyətlər olmalıdır və dediyimiz kimi ən azından işlədiyi halda belə müəyyən saatlar çərçivəsində təhsilindən ayrılmadan və sağlamlığına zərər verməyəcək şəkildə işləməlidir. Bəzən görürsünüz ki, valideynlər demək olar ki, o bayaq da siz qeyd elədiyiniz kimi hansısa bir ehtiyacdan irəli gələn bir səbəblərə görə deyir ki, keçsin işləsin də, yekə oğlan. Baxırsınız ki, 14-15 yaşı var və məcburi şəkildə gedir işləyir. O da indi ərzədir falan bu istiqamətdə. Nə lazımdırsa eləyir ki, məhz keçsin işləsin. Yəni bu zaman, amma uşaqdan misal üçün oxumaq istəyir. Bu zaman dövlət, yəni sizin qurum hansı bir formada müdaxilə edə bilirmi ona? Yoxsa ki, necə məktəblə paralel və yaxud da birgə çalışaraq? Bu işlərdə əsas iş dediyimiz kimi valideynin üzərinə düşür. Valideyn məsuliyyətsiz yanaşdıqda, uşağı daha erkən yaşlardan işlərə cəlb etmək istədikdə digər işə götürən məsuliyyətini başa düşməlidir ki, o istəyir uşağı işləsin, müəyyən qədər maliyyə vəsaiti evə qatqıda olsun, lakin işə götürən külli miqdarda cərimə oluna bilər. İşə götürən məsuliyyətini dərk edib həmin şəxsləri işə götürməməlidir. İşlərin görülməsinə cəlb etməməlidir. Yenə bütün hallarda əmək müfəttişliyi dediyim kimi Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında digər vətəndaşlardan, digər belə deyək, ictimai nəzarət formasında daxil olan bütün müraciətlərə baxır. Bəli, onun nəticəsində qeyd olunan hallar aşkarlandıqda artıq icraat başlanır. Ümumiyyətlə məktəblərdə hansı sıxlıqda bu təbliğat tədbirləri aparılır? Adətən 15-18 yaş məktəb aralığıdır. İlin müəyyən aylarında bəli uşaqların bu əmək hüquqları ilə bağlı məktəblərdə görüşlər keçirilir. Belə deyə bilərik ki, hər il ərzində bu tədbirlər keçirilir. Bəli, plana uyğun olaraq digər bu təbliğat işləri ilə növbəli şəkildə məktəblərdə də aparılır. Eyni zamanda müəyyən broşuralar paylanılır ki, orada da uşaqların əmək hüquqları tam ətraflı qeyd olunur. Ümumiyyətlə bu neçə illik təcrübənizə əsasən bu sualı vermək istəyirəm. Ən çox bu cür hallar hansı bölgəmizdə yoxsa paytaxt Bakıda mı rast gəlinir? Ümumiyyətlə əgər belə baxanda bu illərin statistikası yəqin ki sizdə var. İndi deməyəcəm rəqəmləri deyin. Sadəcə ümumi olaraq bizə məlumat verə bilərsinizmi? Uşaq hüquqları ən çox hansı tərəfdə pozulur? Az öncə qeyd etdiyiniz kimi o işçi qüvvəsinə çox tələbat olan sahələrdə daha çox pozuntu halları olur. Bölgələrdə işçi qüvvəsinin əsas çox hissəsi Bakıda toplandığından, məskunlaşma daha sıx olduğundan təbii ki digər o iri şəhərlərimiz kimi Bakıda daha çox bu cür hallara rast gəlinir. Daha çox rast gəlinir. Maksimum dərəcədə. Əsas da yay aylarında daha çox rast gəlinir ki, uşaqlar tətildə olur deyə işlərin görülməsinə daha sıx cəlb olunur. Əslində indi deyirəm ki, çox yaxşıdır. Hamısı nəzarət olunur. Biz misal üçün o vaxt mənim yadıma gəlir də. Yəni gedirdik, deyirdi ki, mən işləmək istəyirəm və 15-16 yaşımız var idi və bizə simvolik bir rəqəmlər verilirdi da onda. Əsas burada məqsəd tam ki, işləmək. Sizcə uşaqlar indi növbət suala keçməmişdən öncə də, yəni mənim maraqlıdır. Uşaqlar neçə yaşından işləməlidir? Yəni həyata tam atılsınlar deyə.
Bir mənalı olaraq qanunvericiliyin icazə verdiyi yaş 15 yaşdır. Aha. Lakin təbii ki, maddi bir sıxıntı yoxdursa, şəxsi fikrim olaraq bildirəm ki, təhsilini tamamladıqdan sonra işləsə daha yaxşıdır. Ki, belə qanun. bəli, yəni yay tətili olsa belə uşaq özünə inkişafla məşğul olsa, təhsil hissəsi ilə məşğul olsa daha məqsədə müvafiqdir. Ən azı istirahətini eləsin. Bəli, istirahətini eləsə, o belə deyək, özünü bərpa etsə ki, növbəti tədris ilində daha yaxşı belə deyək, nəticələr göstərə bilsin. Yay tətilidirsə, başqa xarici dillərin öyrənilməsinə yönələ bilər, daha fərqli elmlərə yönələ bilər. Yəni bu cür. Fərdi, indi mən maaşlara da toxunmaq istəyirəm. Minimum əmək haqqı 400 manatdır hazırda Azərbaycanda. Bəs uşaqlara necə verilir? Uşaqlar da digər yetişkin şəxslər kimi minimum əmək haqqıdan aşağı olmayaraq əmək haqqı almaq hüququ var. Lakin uşaqlarda imtiyaz olaraq az öncə qeyd etdiyimiz o qısaldılmış iş vaxtında işləyirlər. Lakin tam iş vaxtında mütənasib əmək haqqı alırlar. Aha. Yəni 24 saat işləsələr də 40 saat işləyən yetişkin bir şəxslə eyni əmək haqqı alırlar. Aha, eynidir. Misal üçün həmin pozisiyaya görə tamam iş vaxtı kimi yox, tam iş vaxtı kimi əmək haqqı alırlar. Tamam ki, o kolleqası 800 manat alırsa, bu da 800 manat almalıdır. Bəli. Eyni vəzifəni tutursa, qanunvericiliyimizdə belə bir qeyd var ki, daha doğrusu maddədə qeyd var ki, deməli ayrı seçkiliyə yol verilməzdir. Eyni vəzifə tutan şəxslər yaşından, cinsindən asılı olmayaraq, etnik mənsubiyyətindən asılı olmayaraq eyni əmək haqqını almalıdır. Təsəvvür edin, 30-35 yaşında biri gəlir, 15 il iş təcrübəsi ilə, dünən 15-16 yaşda biri gəlir və burada sizə daxil olmuş müraciətlər əsasında yəqin ki, bu da var ki, misal üçün dünən gələn uşaq məndən eyni maaş alır, bu haqsızlıqdır, mən bu cür olmamalıdır və bu zaman hansısa bir forma müdaxilə edirsiniz, yoxsa deyirsiniz ki, qanun bunu tələb edir, bu belə əgər eyni vəzifədirsə, təbii ki, eyni əmək haqqı olmalıdır. Vəzifə digər məsəl üçün müəssisələrdə vəzifələr dərəcələrə bölünməsi halı olur ki, məsəl üçün mütəxəssis, baş mütəxəssis, aparıcı mütəxəssis bu formadadsa pilləli şəkildə daha erkən işə götürülmüş şəxs aşağı vəzifədən başlayır və yüksələ gedir. Amma faktiki olaraq məsəl üçün deyə bilərik ki, satıcı vəzifəsidirsə bugün işə götürülən də eyni əmək haqqını alır və 5 ildə işləyən də eyni əmək haqqını alır. Təbii ki, burada uşaqlarda ümumiyyətlə fərqlənmə ola bilməz. Ola bilməz. Bir də maraqlı bir siz nədir? Sosial şəbəkələrdə keçən dəfə qarşıma çıxdı ki, 15, 16, 14 yaşında bir uşaqdır, az yaşlıdır və öz belə deyək məkanını açıb, restoranını açıb və sosial mediada bunu təbliğ edirdi. Bu zaman necə tənzimlənir? Yəni adam sahibkar kimi qeydiyyatdan keçə bilərmi? Ümumiyyətlə görürsünüz də, yəni adam işləyib, tutalım ki, bir il işləyib öz məkanına, öz restoranına kiçik bir dönərxana deyək, açmaq istəyir və yaxud da avtoyuma yeri açmaq istəyir. Yəni bu zaman öz məkanını aça bilərmi? Dediyiniz haldan açığı məlumatsızam. Yəni ümumiyyətlə heç o halı qarşıma qoyaq, sadəcə bu formada yanaşdıq məsələyə. İşə götürən də, işçi də tam fəaliyyət qabiliyyətli olmalıdır. 15 yaşında əgər işləyirsə, bu tam fəaliyyət qabiliyyətli sayıla bilir, öz məkanını aça bilir. İşə götürən kimi münasibət bildirə bilmirəm, amma işçi kimi 15 yaşından sonra işləyə bilər. Aha. Bir də uşaqların təhsildə yayınaraq işləməsinin qarşısını almaq üçün hansı təşəbbüslər vacibdir? Yəni təbliğat öz yerində və digər tərəfdən məktəb direktorlarının üzərinə yükmü düşür, Daxili İşlər Nazirliyinin üzərinə yükmü düşür, sizinmi yoxsa valideyninmi? Burada belə deyək, yük hər kəsin üzərinə düşür. Təbii ki, məktəbdə nəzarət ilkin olaraq məktəb və valideyn arasında olmalıdır. Məktəb dərsə gəlməyən uşağın tələb etməlidir ki, nə səbəbdən dərsə gəlmir, nədir məsələ. Digər tərəfdən bizim üzərimizə yük düşür. Məlumatlar daxil olanda mütləq şəkildə araşdırırıq və tədbirimizi görürük.
işe götürenin üzerine yük düşür. Qeyd etdiyimiz kimi o da məsuliyyət daşıyır. Bu məsələlərin sonunda digər tərəflərin hər biri kənarda qalır. Nəticədə işe götürən cərimə olunur. Bu səbəblərdən yəni kompleks olmalıdır. Hər tərəfli nəzarət olmalıdır. O cərimələrlə kifayətləndirmə tutalım ki, bir adamdır, artıq götürür, işlədir. Bir dəfə cərimə edirsiniz, 2 dəfə cərimə edirsiniz. Bu adama da tutalım ki, 10 nəfəri bu cür işlətmək daha çox sərf edir. Nəinki qanuni çərçivədə işlətsin, vergisini versin. Yəni nə vaxta qədər cərimə olur? Yoxsa ki, artıq məsuliyyətə mi cəlb olunur? Digər ağır cəzalar. Əmək müfəttişliyi tərəfindən icraat ancaq İnzibati Xətalar Məcəlləsi çərçivəsində aparılır və bizim səlahiyyətimiz İnzibati Xətalar Məcəlləsi ilə yekunlaşır. Məhkəməyə müraciət edirsiniz bundan bağlı? Digər hallarda hal-hazırki vəziyyətdə məhkəməyə tərəfimizdən müraciət olunmur. Lakin hüququ pozulmuş şəxs özü məhkəməyə müraciət edə bilir və o qeyd etdiyimiz maddələrdə bu formada məhkəməyə müraciət olunur ki, hüquqi şəxs barəsində inzibati tənbih yalnız hakim tərəfindən həyata keçirilir və biz dediyimiz İnzibati Xətalar Məcəlləsinin 192.8, 192.9-cu maddələri ilə icraat başlatdıqda vəzifəli şəxs tərəfindən müfəttişlik onun barəsində protokol tərtib edirsə, hüquqi şəxs barəsində tərtib etdiyi protokolu tənbih tətbiq edilməsi üçün məhkəməyə göndərir. Və təbii ki, bu hissədə artıq məhkəmə də bəli işin içində olur və hüquqi şəxsin daha yüksək məbləğdə məsuliyyətə cəlb edilməsini məhkəmə tətbiq edir. Bir də bu overtime məsələsi var. İşdən sonra qaldığı bir vaxtda, işdə qaldığı bir vaxtda əlavə ödənişin ödənilməsi məsələsi var. Bu 15-18 yaşlı azyaşlılara da şamil olunur, yoxsa ki necə? 40 saat dediyiz, 36 saat və yaxud da 24 saat işlədiyi, həqiqətən bu sənədi tutalım ki, bitirə bilməyib və işdən sonra qalıb işləməlidir ki, sabaha bu sənəd təhvil verilsin və yaxud da bu iş təhvil verilsin. Overtime'lar yazılmalıdırmı? Yoxsa ki, o adam işi qoyub çıxıb getməlidir? Mütləq şəkildə bu 15-18 yaşlı şəxslərin iş saatları göstərilib və həmin iş saatı çərçivəsində işləyə bilərlər. Onların iş vaxtına artıq işləri cəlb edilməsinə, ödənişini ödəsələr belə qanunvericilik icazə vermir. Bütün hallarda onun iş və istirahət rejiminin pozulması hesab olunur. Bütün hallarda, yəni əlavə ödənişini ödəsələr də, premiya, qonorar versələr də, yenə də işləməməlidir. İşləməməlidir. Çox təşəkkür edirəm sizə. Var olun, minnətdaram. Həqiqətən o dəyərli məsləhətləri verdiniz. Ən sonuncu sualım istəyərdim ki, bax bu cür hallar oldu, bundan başqa qanun pozuntuları oldu, hara müraciət eləsinlər, neçə zəng vursunlar, kimə yazsınlar? Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Əmək hüquqları pozulmuş bütün şəxslər, həmçinin azyaşlılar da. Bu halda 142 çağrı mərkəzimiz aktivdir. Eyni zamanda dost mərkəzlərinə yaxınlaşıb orada müraciətlərini təqdim edə bilərlər. Dövlət Əmək Müfəttişliyinin ünvanına yaxınlaşaraq müraciət edə bilərlər. Bütün rabitə vasitələrini istifadə etməklə müfəttişliyə müraciətlər qəbul olunur. Mail vasitələrimiz, mail adreslərimiz aktivdir. Mail vasitəsilə müraciət edə bilərlər. Həmçinin dediyim kimi bütün sosial şəbəkələrdən müraciətlər qəbul olunur. Anonimlik qorunur, yoxsa ki o şikayət edən açıq-aşkar bəlli olmalıdır ki, bu adam şikayət edib, qarşı tərəfdə budur. Vətəndaşların görürsünüz, sizə də yazırlar ki, adım çəkilməsin. Amma falan yerdə belə bir şey var ha. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununa əsasən anonim müraciətlər qəbul olunmur və baxılmır. Bu səbəbdən müraciət edənin rekvizitləri göstərilməklə təqdim olunan müraciətləri qeydə alınır və araşdırma üçün müfəttişlərə təqdim olunur. Yəni kim necə gəldi elə kənardan? Çünki anonim müraciətlərdə müəyyən böhtan xarakterli, qərəzli xarakterli müraciətlər ola bilər və dövlət qurumu olaraq biz məcburuq ki, şəffaflığı, düzgünlüyü təmin edək. Ümumiyyətlə çoxdurmu elə müraciətlər? Anonim. Praktikada qarşıma çox çıxmayıb. Amma olur. İl ərzində bir neçə olur, az olur belə. Mənə maraqlı tərəf o dediyəcək qaydaların pozulması. Bəzən görürsünüz ki, işçi deyir ki, mənim qaydalarım, mənim hüquqlarım pozulub, amma baxırsınız, araşdırırsınız ki, obyektiv və subyektiv səbəblər var, amma dərinə gedəndə görürsünüz ki, bu adam tutalım ki də, deyir, mənim işim 8 saatdır, düzdürmü?
Amma işi ləngidir. Sonra işə götürənə bunu təhvil vermir. 1 2 3 axırda da deyir ki, sən sağ, mən salamat, yollarımızı ayırıq. Bu zaman hansı formada bu yollar ayrılmalıdır? Bütün hallarda bu əmək məcəlləsi, əmək qanunvericiliyi işçiyə hüquqlar verdiyi kimi işə götürənə də hüquqlar verib. Və müqavilə bağlanır, müqavilədə əmək funksiyaları sadalanır, işçi məcburdur həmin əmək funksiyalarına düzgün riayət eləməyə, müəssisə daxili intizam qaydalarına düzgün formada riayət etməyə və bu məsələlər, bu qeyd etdiyimiz hallar pozulduqda işə götürənin də işçinin əmək müqaviləsinə xitam verməsi ilə bağlı hüquqları vardır ki, sənədləşdirir və düzgün qaydada sənədləşdirəndə və həqiqətən işçi işini düzgün icra etmirsə, əmək və icra intizamını pozursa, işçinin hüququ var ki, onun əmək müqaviləsinə xitam versin. Bəzən görürsünüz ki, artıq yeni tendensiya halı alıb 3 aylıq, 6 aylıq, 1 aylıq müqavilələrdə avtomatik yenilənmək məsələsi var. 1 illik də olur, o bəzən köhnə işçilərə artıq verilir. Bu zaman proses necə tənzimlənməlidir? Yəni mən əgər əmək müqaviləsi, yəni əmək kitabçası ilə artıq işə daxil olmuşamsa, hər 3 aydan bir mənim bu halına rastlaşmağım və yaxud da bu sistemə otuzdurulmağım doğrudurmu? Deməli, əmək qanunvericiliyində, əmək məcəlləsində nəzərdə tutulub ki, müddətli əmək müqaviləsi bağlana bilər. Lakin orada hallar sadalanıb ki, işin davamiyyəti daimi olmayan işlərdir, mövsümi işlərdir və yaxud müəyyən bir müddətdə yekunlaşması nəzərdə tutulan işlərdir, əvəz etməklə bağlı işlərdir. Bu halda müddətli əmək müqaviləsi bağlana bilər və bu işə götürən tərəfindən xitam verilmədiyi halda həmin o müəyyən olunduğu müddətdə bəli uzanır. 5 ildən çox davam edərsə artıq müddətsiz müqavilə hesab olunur. 5 ildən çox müddətsiz müqavilə. Bu yəni qanunla tənzimlənir. Çox təşəkkür edirəm Səlmə xanım. Çox sağ olun. Var olun, minnətdaram. Bizə həm uşaq hüquqları, həm də ki digər maraqlı olan məsələlərlə bağlı çox maraqlı məlumatlar verdiniz. Və Səhər Saatı bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Bugünkü qonağım Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Səlimə Quliyeva idi.